Hər kəsə salam. Bugün mənfi və müsbət ədədlər üzərində əməllərdən danışacağıq. İlk öncə baxırıq verilən misala. Burada görürük ki, verilmiş ədədlərin işarələri fərqlidir. Bu zaman nə edirik? Böyükdən kiçigi çıxırıq. Yəni 9 çıxmaq 3, 6 və böyüyünün işarəsini, yəni 9-un işarəsi nədir? Mənfi. Onun üçün də qarşısına mənfi qoyuruq. Cavab mənfi 6. İkinci misal. İşarələri fərqli olan iki ədədin cəmidir. Bu zaman böyükdən kiçigi çıxırıq. 5 və böyüyünün işarəsi müsbətdir, plus o da yazılmır. Növbəti misal. İşarələri fərqli olan iki ədədin çıxılması. Yəni müsbət 5, mənfi 9. Böyükdən kiçiyi çıxırıq 4 və böyüyün işarəsi mənfi 4. Mənfi 5, müsbət 5. İşarələri fərqli olan iki ədədin cəmidir. Bu zaman böyükdən kiçiyi çıxırıq, yəni 5 çıx 5, 0. Elə cavab da 0 qalır. İndi keçirik mənfi və müsbət ədədlərin vurulması və bölünməsinə. İki mənfi ədədi bir-birinə vurduqda hər zaman müsbət ədəd verir. Mənfini müsbətə vurduqda mənfi və eləcə də mənfini mənfiyə böldükdə yenə müsbət, mənfini müsbətə böldükdə mənfi, müsbəti mənfiyə vurduqda mənfi. Yəni mənfi müsbət fərqi yoxdur. İki mənfinin cəmi və daha doğrusu hasili və ya qisməti müsbət verir. İşarələri fərqli olan iki ədədi vurduqda və ya böldükdə işarə mənfi verir. İndi burada mənfi 7 vurmaq 2. İşarələri fərqli olan iki ədədin hasilidir. Bu zaman ədədləri bir-birinə vururuq və qarşıya mənfi yazırıq. Burada mənfi 7 vurmaq mənfi 2. Bayaq dediyim kimi, iki mənfi ədədin hasili müsbət verdiyi üçün müsbət 2, 7, 14. Burada işarələr fərqli olan iki ədədin hasili olduğu üçün mənfi 3, 7, 21. 12 bölmək mənfi 4. İşarələri fərqli olduğu üçün, yəni biri mənfi, biri müsbət olduğu üçün işarə mənfi, 12-ni də 4-ə böləndə 3. İşarələri eyni olan iki ədədin qisməti. Yəni mənfi 8 bölmək mənfi 4. Mənfini mənfiyə böldükdə müsbət, 8 də 4-ə böldükdə 2. 3 çıxmaq mənfi 7. İndi bura baxırıq. Demək, mənfi və mötərizə daxilində də mənfi olduğu üçün, bayaq dediyim kimi, iki mənfi ədəd vurulduqda, yəni hasili müsbət verdiyi üçün, bu mənfi ilə bu mənfi 3, bu mənfi ilə bu mənfi də vurulduqda plus 7. Artıq misalımız dəyişdi. 3 plus 7, 10. Burada mənfi 4 olduğu kimi qalır. İki mənfi ədədin hasili toqquşur və müsbət olur. 6. Bu zaman işarələri fərqli olan iki ədəd alındı. Yəni, böyükdən kiçiyi çıxırıq və böyüyün işarəsi plus yazılır. Növbəti misal. Mənfi 9 vurmaq 2. İşarələri fərqli olduğu üçün mənfi 9 kim? 18. Burada 9 plus minusa vurulduqda minus olur. Burada dediyim kimi mənfi müsbətə vurulduqda mənfi olur. Deməli, plusu minusa vurduqda mənfi 7. Artıq işarələr fərqli olan iki ədəd göstərildi. Bu zaman böyükdən kiçik çıxırıq və böyüyün işarəsi plus yazırıq. İndi burada mənfi 12 mənfi 7-ni 2-yə vurduqda eləyir mənfi 14 və mənfini də müsbətə vurduqda eləyir yenə mənfi. İndi işarələri eyni olan iki ədəd alındı. Bu zaman işarələri eyni olduqda toplayırıq və qarşıya mənfi yazırıq. Mənfi 26. 25 çıxmaq mənfi 17, müsbət 9. İşarələri fərqli olan iki ədədin cəmidir. O zaman böyükdən kiçik çıxırıq 8 və böyüyün işarəsi mənfi 8. İndi isə baxırıq. İki mənfi ədəd, iki mənfi müsbət verdiyi üçün plus 8. Artıq işarələri eyni olan iki ədəd alındı və cəmi 33. İndi burada mənfi 35 çıxmaq
İşarələri eyni olan 2 ədəd. Bu zaman eyni işarəli olduqda toplayırıq. Yəni -21, -3 verir, -24 və işarəsində qarşısına yazırıq bu arada. İndi baxırıq. -35-i yenə olduğu kimi saxlayırıq. Bu mənfi ilə bu mənfi toqquşur, müsbət olur. Artıq işarələri fərqli olan 2 ədəd alındı. Bu zaman böyükdən kiçiyi çıxırıq və böyüyünün işarəsini yazırıq. İndi burada -35 olduğu kimi qaldı. Mötərizə daxilinə baxırıq. -18, -20 işarələri fərqli olan 2 ədəddir. Bu zaman böyükdən kiçiyi çıxırıq. 2, böyüyün işarəsi müsbət və burada mənfi olduğu üçün bu mənfini də bura yazırıq. İndi işarələri eyni olan 2 ədəd alındı. Bu zaman toplayıb qarşıya verilən işarəni, yəni mənfi olduğu üçün mənfini yazırıq.